Sən heç elə bir insanla rastlaşmısan ki, onunla danışmağa ehtiyac qalmayıb. Sən susmusan, amma o artıq sənin nə demək istədiyini bilib. Bu video bürclər haqqındadır. Amma adi xasiyyət mövzusu deyil. Bu, səni oxuyan bürclər haqqındadır. Və bir xəbərdarlıq edim. Birinci yerdə olan bürc mübahisə yaradacaq. Razılaşan da olacaq, qəti etiraz edən də. Şərhlər bir-birinə qarışacaq. Əgər psixoloji baxışlardan qorxmursansa, buyur, bu video tam sənlikdir. 6-cı yerdə oğlaqdır. Oğlaq səni ilk baxışdan oxumur və məhz bu onu təhlükəsiz göstərir. Amma sən bilmirsən ki, o səni yavaş-yavaş öyrənir. Sən danışdıqca, o sənin hansı mövzuda gərildiyini, harda özünü müdafiə etdiyini, harda mövzunu dəyişdiyini yadda saxlayır. Və ən qorxulu tərəfi də budur. O, səni oxuduğunu demir. Sadəcə bir gün sən onun yanında niyə belə olduğunu anlamağa başlayırsan. Oğlaqla belə bir hadisə yaşamısansa, şərhlərdə yaz. Bunu oxumaq çox maraqlı olacaq. 5-ci yerdə qızdır. Qız səni baxışla oxuyanlardan deyil. O səni davranışla oxuyur. Sən bir cümləni necə bitirdin? Niyə birdən gülümsədin? Niyə səsin azca titrədi? Qız bunları buraxmır. O, sənin haqqında qərarı dediklərinə görə yox, dediklərinlə demədiklərin arasındakı boşluğa görə verir. Qız səni tanıyır, amma bunu sevgi, qayğı adı ilə gizlədir. Əslində isə o, səni çoxdan çözmüş olur. Qız bürcü səni belə oxuyubsa, buyur şərhlərə. 4-cü yerdə dolçadır. Dolça səni hiss etmir, səni model kimi oxuyur. O sənin xarakterini sözlərindən yox, fikrinin istiqamətindən anlayır. Sən bir mövzuda niyə israrlısan? Niyə bəzilərindən qaçırsan? Dolça baxır və sənin gələcək davranışını özün bilməmişdən əvvəl təxmin edir. Dolça ilə ünsiyyətdə təhlükə ondadır ki, sən danışdığını sanırsan, amma o artıq sənin sonrakı addımını bilir. Əgər dolça səni öncədən oxuyubsa, buyur bu barədə təcrübəni yaz. 3-cü yerdə xərçəngdir. Xərçəng səni oxuyanda baxışlarından oxumur. O sənin enerjini tutur. Sən gülürsən, amma içində bir şey sınıb. Xərçəng bunu dərhal hiss edir. Sən yaxşıyam deyirsən, amma o bilir ki, yalan deyirsən. Xərçəngin səni oxuması təhlükəli deyil. Çünki səni oxuyur və susur. Səni qorumaq üçün. Amma bəzən səni qorumaq adı ilə səni özünə də bağlaya bilər. Xərçəng sənin hisslərini enerjindən anlaya bilib. 2-ci yerdə əqrəbdir. Əqrəb səni oxuyanda sən bunu hiss edirsən. Çünki onun baxışı rahat deyil. O sanki sənə daxildən baxır. Əqrəb sənin qorxunu, sənin istədiyini, utandığını, gizlətdiyini görür. Və ən təhlükəlisi, əqrəb oxuduğunu lazım gələndə istifadə edir. Ona görə də əqrəblə bağlı fikirlər 2 yerə bölünür. Biri deyir, məni başa düşür. Digərləri isə deyir, məni idarə edir. Burada çox güman ki, mübahisə başlayacaq. Ona görə yaz, həqiqətən əqrəblər belədir. İndi isə gəlirik 1-ci yerə. Bu bürc səni oxuyur, amma sən bunu sübut edə bilmirsən. Sən danışdığını sanırsan, amma əslində özünü ifşa edirsən. Bu bürc səni oxuduğunu səndən gizlədir.
və sonradan başa düşürsən ki, o sənin içini səndən əvvəl bilirmiş. İndi de, səncə birinci yer kimdir? Balıqlar, şir, yoxsa buğa, yoxsa tamam başqa bürcdən olan biri? Razılaşmırsansa, niyə razı olmadığını yaz. Razılaşırsansa, təcrübəni yaz. Bu video şərhlərdə davam edəcək. Bəs səncə bu hansı bürcdür? Birinci yerə hansı bürcü qoymalıyıq? Şərhlərdə fikrini mütləq bildir. Bu cür videolar üçünsə abunə ol. Çünki növbəti video səni səssiz idarə edən bürclərdən olacaq və çoxu bunu eşitmək istəməyəcək.